dalımca gəlmisən. Bu müqavilələrə görə imzaları qalıb. Özün imza eləyəydin də. Olmaz hacı. Müqavilənin tərəfi Bu sizsiz. günlər ambardakı məhsulların siyahısını yazırıq. Ən yaxşı fürsətdir ki, malları buradan çıxardaq getsin. Narahat olma. Ancaq giriş çıxışını nə eləyək? Nigaran olma. Özüm sənədləri və qəbzləri hazırlamışam. Yəni indi ki mənə qarşı bu qədər lütfkar və mərhəmətlisiz, sizinlə danışmaq istəyirdim. Nə haqqındır? Leyla xanım üçün sizdən elçilik eləmək istəyir. Hamidin gördüyü işi. İndi sənin növbəndir. Daha evdə oturub qəm dəryasına batmaq bəsdir. Mən qoca kişiyəm, bütün işləri çatdırıb görə bilmirəm. Sabahdan sən gərək işləri yetişəsən. Yaxşı, bu səbəb deyil ki, mən gedim Hacəlinin sorağım ona deyim ki, niyə israr eləyirsən ki, qardaşımın qızı təzədən ərə getsin? Nasir bəy, yəni siz Hacəlinin qərarını eşidəndən sonra təəccüblənmədiniz? Mənim üçün bir nəfəri tapmağını istəyirəm. Adam kimdir? Hacəlinin dostlarından biri, Tofiq. Salam babacan. Salam ata. Salam. Ver əzizim. Gəl. Nə olub mama? Bilmirəm nə dedilər ona birdən tutuldu. Kim? Tofiq. Bilmirəm Tofiq nə söz deyib. Bilmirəm. Əli, danış da. Deyəndə ki, mühüm deyil, yəni mühüm deyil də Şərifə. Mühüm deyildi səni belə günə qoydu. Sən nəyə bilmək Bu istəyirsən? ki kim səni bu qədər əsəbiləşdirib? Əzizim, qatıq yemirsən? Əli, Leylaya aiddir. Mən ancaq deyirəm məscidə getməyini istəmirəm. Nə tənha, nə səninlə, nə də heç kəslə. Daha hər yerə getmək istədi, ancaq özümlə gedəcək.
Salam Tevfik Bey. Bir mevzuyla bağlı seninle danışmak istəyirdim. Ne mevzu? Buyur. Leyla. Leyla? Hə. Həciyəli evdə bir şey deməyin. Yok. Ne meselen? Yaxşı, bunları mənə niyə deyirsən? Ona görə ki, mənlə sən biri-birimizin sözünü daha yaxşı başa düşürük. Ancaq mən belə fikirləşmirəm. Əgər mənim nələr bildiyimi bilsəydin, belə danışmazdın. Adamını səhv salmısan Tevfik. Salam Hacı ağa. Səhər özüm baş çəkdim. Yüklər limana göndərilib. Tevfikdir. Özün dalınca düşək ver. Bəzi şeylər əlimdən çıxıb. Diqqət edirəm. Səhərdən neçə dəfə zəng eləyib. Dünən də gəlmişdi, səni soruşurdu. Bir nəsə baş verib? Yox, yox. Əkbər, buradasan bütün fikrin, diqqətin Leyla'da olsun. Daha gərək başa düşəsən ki, nədir, kim kimədir. Ürəyin rahat olsun hacı. Özün hamısını yoxlamısan? Bəli, bəli. Təzədən məsələ çıxmasın sabah deyəsən yoxlamamışıq ya başqa sözlərdən. Gəl bunları al, mən gələnəcən hamısını Yaxşı. yapışdır. Hacı, Allah'a şükür bütün dəzgahları düzəltdilər. Bugün səhərdən işə başladılar. Bu da alınanların siyahisi. Qoyma sənin üstünə. Hacı təcillidir ha, həftənin axırı üçün Gərək istəyirəm. baxın. Yaxşı. Hacı, cəsarət edirəm. Mənim sizə balaca bir sözüm var. İstəyirdim görüm əgər olsa, Hamidin başladığı işi əlimə alım. Çünki yaxşı ideyası var idi. Sonra öz-özümə fikirləşdim, əgər davam eləsəm. Yox, qoy qalsın. Olmaz. Hacı, nə üçün? Çünki Hamid onun üçün çox zəhmət çəkmişdi. Nə qədər işi qabağa apardı. Elə buna görə də deyirəm yox. Bu Hamidin irsidir. İndi də arvadına çatır. Leyla xanım? Necə bəyəm? Leyla xanım nə? Hacı, bir qadın... Bir qadın nə? Bacarmaz. Yox, bunu demək istəmirdim Hacı ağa. Demək istəyirdim, əmin olun, əgər mənə tapşırsaz, mən öhdəsindən gələrəm. O da öhdəsindən gəlir. Hacı ağa, mən bu müddətdə hər iş görürəm ki, siz məndən razı olasınız. Ancaq deyəsən məndən razı deyəsiniz. Adam yüzə çatmaq üçün neçə dənə on lazımdır, Məhsün. Yəni nə Hacı ağa? Heç nə. Alo. Hara gəlim?
Hələ belə fərz eləyim ki, bütün elədiyim boşboğazlıqlar düz olsun. Əgər səhv edirsə burada nə eləyirsən? Dedim gəlim gülməli hekayəni yaxından eşidin. Bunları bir-birinə necə düzüb qoşmusan? Divarda sıçan var, sıçanın da qulağı var. Kim? Sən ki dedin səhv edir. Yox, ancaq bilmək istəyirəm ki, kim sənə deyib? Bəlkə də demək istəyirsən ki işin çox təmiz olub. Yox, mən ancaq dedim kim? Yox, işin təmizdir. Heç kim başa düşmədi, ancaq Hamid. Buyurun. Əlinə sağlıq. Anbarın hesab kitablarından bir şeylerin düz olmamağını başa düşmüştü. Ona göre yekə bir sual əlaməti ilə gəlmişdi mənim yanıma. Hamidin suallarının cavabı yoxdur, ona görə ki, sualın özü səhvdir. Elə bilirdi özü səhv eləyir. Gəlmişdi ona kömək eləyim. İstəmirdi həcinin yanına gedib desin bunları başa düşmürəm, bilmirəm, baş çıxartmıram. Bunları ki tanıyırsan, bir qürurları var. Hamiyə sübut eləmək istəyirlər ki, özləri tək başına bütün işlərin öhdəsindən gəlirlər. Hələ, boş ver, öz sözümüzü danışaq. Arvadının ailəsi haqqında danışmaq istəmirsən? Yaxşı, özümüz haqqında danışaq. Bax görüm, deyirəm istəyirsən, həciyəlli malları ilə qarışıq o tərəfə göndərdiyim mallardan danışaq. Boş ver hər şey. Tofiq, bu şəkildə iş üstə tutmaq çox köhnəlib. İndi gözləmirsən ki, deyim Hamidin suallarının cavabı sənin yanındadır. Çünki xarici tərəfdaşımızın yanındadır. Möhsün, Cənab Möhsün, Həciyəli Tehranının kürəkəni anbar üçün məsuliyyət daşıyan. Xarab və qaytarılmış malları bir kələklə anbardan bayıra çıxarıb özü üçün bir yerdə depolayır. Sonra əsil mallar ixrac olunmalı olanda, onları həciyəlinin malları ilə bir yerdə bayıra göndərir və o qədər də özü üçün mal götürür. Ancaq o mallar xarab və qaytarılmış mal deyil, qaytarılmış deyil. Birinci dərəcəli əsil maldır, ixracat üçün. Xarici tərəfdaşa mənimlə yazışma aparım. Görürsən, Hamidin sualının cavabı məndədir. Sən heç nə bilmirsən. O qədər bilirəm ki, sənin yaşayışına od vura bilərəm. Səncə əgər Həciyəli Tehranı bilsə ki, hörmətli və etimad olan kürəkəni ondan oğurluq eləyir, neyləyər oğlan? Ata, Bəli qızım. bir məsələ var, haqqında sizinlə danışmaq istəyirəm. Ancaq əmin deyiləm ki, düzdür ya yox. Nə haqqında? Anbarın hesab kitabları haqqında. Nə olub? Mən Hamidin kompüterində bəzi faillər, sənədlər tapdım. Hə, Elə bil anbarın 3-4 il qabaqki hesabları ilə işləyirmiş. yaxşı. Hesab kitablar bir-birinə uyğun gəlmir. Anbardan çıxarılan mallar var ki, bunlar heç yerdə qeyd edilmir. Yəqin Hamid səhv eləyib bala. Yox, mən də araşdırdım. Anbarın əskiyi var. O da o vaxtdır ki, Möhsün oranı... Yəqin işin bir yerində səhv olub. Ata, mən əminəm ki, bunlar... Mən özüm araşdıraram. Mütləq səhv olub. Boş ver hər şey, oğurluq nədir? Mən hər nə o zavoddan götürsəm öz haqqımdır. Öz haqqım, arvadımın haqqı, uşağımın haqqı. Yaxşı dedin. Hər kim də bilməsə mən ki bilirəm sən o zavodda nə qədər zəhmət çəkirsən.
O da o vaxt ki sənə heç bir diqqət verilmir. Bəli, elədir. Başqa cür deyil ki, mən səhərdən axşamacan orada işləyirəm. Səhərdən axşamacan at çatdırıram. Axırda mənimlə elə rəftar eləyirlər ki, elə bir fəhləyəm. Yox, belə şey yoxdur. Haqqımı mənə verməsələr, mən haqqımı götürərəm. Sonra da bir yoxdur ki, ona desin, hər nə də olsa Məhtəb qızındır, haqqı var, hüququ var. Adam ya haqqını almaz, ya da əgər alsa hamısını alır. Yəni nə? Yəni deyirsən sənin haqqın bundan daha çoxdur. Necə ki mənim haqqım bundan daha çoxdur. Mən ki sənin axtardığını bilmirəm, amma fikr eləmirəm işimizin bir-biri ilə əlaqəsi olmuş olsun. Var. Çox da var. Xüsusilə indi ki mənlə Hacəli hər birimiz arxın bir tərəfində dayanmışıq. Məni özünlə Hacəlinin oyununa qatma. Mən heç bir tərəfdə deyiləm. Bax, tərəfsiz nəsə yoxdur bu oyunda. Ya mənim tərəfimdəsən, ya əleyhiməsən. Əgər mənim tərəfimdə olsan, əlinə gələndən daha çox əlinə gələcəkdir. O qədər ki, yuxunda da görməzsən, oğlan. Mən olmasam necə? Dedim ki, divarda siçan var, siçanın da qulağı var. Bir vaxt gördün Hacəldən qabaq bir şeylər xanımının qulağına çatdı. Məhtəb xanımın. Sən məndən nə istəyirsən? Yaxşıdır ki, bir-birimizin sözünü başa düşürük. Həciyəliyə göz qulaq ol. Xarici tərəfdaşdan bir şeylər qulağına çatar. Səsi ki çıxdı, deyərəm neylə. Ancaq əlimin altında ol. Möhsün. Məni dolandırmağa çalışma. Mən Hacəli deyiləm. Salam. Salam. Yorulmayasan. Leylacan, çıx yuxarı qonağım var. Qonaq? Canım. Gel bana. Azizi. Salam Leyla. O günə görə... O gün haqqında danışmağa gəlməmişəm. Əvvəl bu şirin bal üçün ürəyim bir damcı olmuşdu. Sonra da özünü görməyə gəldim. O cür getməyini istəmirdin. Mühüm deyil. Mən hey Allah Allah eləyirdim ki, səni narahat eləmiş olmayım. Narahatlığın bir başqa şeydəndir. Elə bilirdim bu evdən getməyə məcburam. Nə? Heç nə. Bir şey olub Leyla. Yox. Leyla, mən Atifəyəm. Dostun. Hacəli elə bilir həyatın qapısına gil yapmışam. Elə bilir əgər təzə həyata başlasam əhval-ruhiyyəm yaxşılaşacaq. İnana bilmirəm. Məndə neçə gün ondan küsülüydü. Çox mürəkkəb adamdır. Hələ işim yoxdur ki, sən onunla razı deyilsən. Ancaq doğrudan da açıq fikirli adamdır qaynatan. Sağ olsun. Ondan narahatam. Amma doğrudan da əgər olmasaydı dözə bilməzdim. Salam Hacı. Allah qəbul eləsin. Aleyküm salam. Neçə dəfə sizə zəng elədim. Bir-iki dəfə də gəldim zavuda, ancaq sizi tapa bilmədim.
Evinizə də gəlmədim ki, sizi narahat eləmək. Yox. Bəli. Dedim yox. Cevabı yoktur. Hacı Ali. Hacı Ali bağışlayın. Cəsarət edirəm bir sualım vardı. Bilmək istəyirdim görün bu yox ki dediniz. Sizin cavabınızdır ya Leyla xanımın cavabı? Ne farkı var? Hə, niyə? Axır ki fərqi var. Siz elə bilin ki özü yok değil. Onun fikri olduğuna əmin deyiləm. Əhamiyeti yoktur. Ancaq Leyla xanım özü gərək mənə desin. Tevfik. Daha bu kızın adını diline getirme. Amma nə siz, nə o mənim sözümü hələ eşitməmisiniz. Nə demək istədiyimi bilmirsiniz. Çünkü sözün eşitilmeli değil. Yaxşı, axı niyə? Niye? Üzüme bakıp soruşursan niye? Yani doğrudan da bilmirsen niye? Mən doğrudan da bilmirəm. Sen bir ömür benim evime gelip gitmişsen, süfremin başında oturmuşsan, nece özüne icazə verirsen? Hacı, bəyəm özün dəfələr mənə demədin ailə qur evlən. Demədin bəyəm evlənmək yaxşıdır, adətdir, elədir, belədir. Evlen. Leyla'dan başka herkesle. Hacı Ali, qulaq as. Mənim məsələm evlənmək deyil. Əgər olsaydı evlənmişim indiyə kimi. Mənim məsələm Leyla xanımın özüdür. Səhv yere gelmişsen. Kapını səhv döymüsən. Əgər Leyla sizin evinizdə yaşayır, bu o demək deyil ki o evin malıdır. Ev oradır ki ürəyin orada olsun. Yaxşı, əgər ürək sözüdür ki, mən də ürəyimin sözünü deyirəm. Bəs niyə narahat olursunuz? Narahat oldum çünkü sen haddini bilmirsən. Siz həmişə özünüz şəridən, qanundan danışırsınız. İndi mənim sözüm qanunsuzdur, ya işim şərin əleyhinədir. Adətten kənardır. Bu ki siz dağda, daşda, küçədə gəzib deyirdiniz, gəlinimə ərə vermək istəyirəm. Adətdən kənar deyil. Adət o vaxt yaxşıdır ki şərin və əxlaqın zibilini çıxartmasın. Hacı, niyə gözünü yummusan? Niyə cəmaatı görmürsən? Hamı söz gəzdirib səninlə gəlininin dalınca danışır. Bu şəridir, bu adətdir. Bir ömürdür məni tanıyırsan, nəyin dalınca olduğumu başa düşmədin. O, qızın yerindədir, alçaq adam. Elə danışırsan ki, elə bil, Elə bil ki, nə? elə bil fikr eləyirsən o həqiqətən qızındır. Qızımdır. Cemaat hər nə demək istəyir, qoy desin. Hacı, bağışlayın ha. Hörmətinizi saxlamaq vacibdir. Ancaq siz heç kimsiz. Nə atasısınız, nə qəyyumusuz. Siz heç kimsiz hacı. Hacı, siz atası değilsiz. Olmamışsınız, olmayacaksınız da. Heç vaxt. İndi bu zavodda işçi istəmirsiniz? Söz verirəm oranı da universitet kimi başımıza götürək. Özümün də hələ işin yönü yöntəmi əlimə gəlməyib. Bəs bir köməkçiyə ehtiyacım var. Hacı sənə bir şey deyir? Yox canım üçün. O gün yanından gələndən sonra heç səni görmək istəyirəm. Gəldiyin üçün sağ ol. Sənə baş çəkərəm. Salam. Sağ ol. Axı sən mənə de nə olub? Nə olub Şərifə? Ayağını yorğanından artıq uzadı. Onun da müqavilən qurtardı. Daha nə onunla işləyirsən, nə icazə verirsən bu evin yan görəsinə Çox fırlansın. yaxşı. Sən necə deyirsən elə olsun. Ancaq sən biraz sakit ol. Nə icazə verirsən ki...
Nə olub? Vallahi mən də bilmirəm. Leyla, Hamid? buradasan kızım. Hamid bura gəlib Quran əzbərləyirdi. Yanınıza gəlin. Alo, Salam. salam Atifə. Hardasan Leyla? Zavudda. Deyəydim mən də gələydim. Vallahi işləməyə hövsələm yoxdur. Niyə? Bilmirəm. Bəlkə Hamidə görədir. Atam demişkən dərd müvəqqətidir. Ancaq durxub həmişəlik. Müğayət ol ki bu ikisini qarışdırmayasan. Bəzi vaxtlar elə bil onu görürdü. Mənimlə danışırdı. Boş ver Leyla. Atasından küsəndən bəri elə bil Hamid də məndən küsüb. Yox, deyəsən gələn həftədən zavoda gəlməyim lazımdır. Mən getməliyəm. Yaxşı, özündən müğayət ol, görüşərik. Sağ ol. Hacı bu e-mail səhər gəlib. Dedim siz də baxarsınız. Yukarı gittin koy masamın üstüne bakalım. Yox, gərək baxarsınız. Elə bir o xaricilərin tərəfindən gəlib. Bir nəsə olub. Sözlerini geri götürürler. Ortaklık eləmək istəmirlər. İşin ortasında Bahane getiriblər. Bir tərəfi ləğv eləyiblər. olar bəyəm, biz malları göndərmişik gedib. Tofiqə zəng elə. Bunların müqaviləsini də gətir görüm nə yazır. Yaxşı, elə indi. Möhsün, o xarici tərəfin sənədlərini götür gətir. Nə üçün? E-mail göndəriblər, tərəfdaşlıq eləmək istəmirlər. Tərəfdaşlıq eləmək istəmirlər. Sözlərini geri götürüblər. Gətir verim hacıya. Tofiq da cavab vermir. Bala onu götür gətir. Tofiq ne oldu? Buyur. Cavab vermir. Ben Ne olub hacı? Tofiqi bahane eləyiblər. Ortaklıqları və investisiyaları Tofiqin olmağına bağlıdır. Ay canım, indi neyləməliyik? Mən Rəhimini axtar tap, demirlərin dalınca olsun, gedib onları qaytarsan. Elə belə asan. Bilirsən nə qədər zərər eləyəcəksən? Zərər. Kaş bütün zərərlər belə olaydı. Kim deyib iflas olan adam malın əlindən verəndi? İflas olan mənəm. Elə bilmə ki, ancaq özünsən hacı. Bu uşağın dağı hamımızın belini əydi. Ancaq neyləmək olar? Mürüvvətsiz ruzigarın,
enişi yoxuşu çoxdur. Ömrümdə bir kəs üçün pis şey istəməmişəm. O da ölüm arz eləmək olsun bir başqa kəs üçün. Amma indi arz eləyirəm ki, kaş öləydin, bu günləri görməyəydin. Böyük dağdır hacı. Böyük həm də ağır. Ancaq gərək səbirli olasan. Sabr. Sabr. Bütün ömrüm boyu səbr eləmişəm. Məncə elə bil nə qədər çox səbr eləyirsən, ruzigar daha da utanmaz olur. Atan deyərdi, səbrin qurtaran vaxt duruxub qalma, əl-ayaq atma. İmtihandır. Qanacaq elə oradan başlayır. Nə qədər ki Hamid vardı, səbrim ona görə aşıb daşırdı. Gəlib, yanımda olsun ki onu görüm, qabağımdan keçib getsin, elə baxım ki özü başa düşməsin. İndi də səbrim Leyla qədərdir. Hamidin Leylası. Can ciyəri. Xarici şirkət özün çəkib bir qırığa. Malları geri qaytarmaq istəyir. Bilirəm. Ona görə ki, sən özünü kənara çəkmisən. Bunu da bilirəm. Zərərdir. Çox zərərdir. Gərək lap çoxdan bunları fikirləşəydi. Bax mənə, bu oyun heç şəkildə düz deyil. Məktəbli uşağından tərəf deyilsən ki, Əşo Hacəli Tehranıdır, bazar uşağıdır, orada böyüyüb. İşin cikki-bikkini bilir. Sən hələ uşaqsan, çox şeyləri bilmirsən. Mən işimi çox yaxşı bilirəm. Ticarətin, bazarın min cür enişi yoxuşu var. Aki ki, mən uşaq. Sən ki, böyüksən mənə də nə fikirləşib durub getmisən Hacəli Tehranının yanına elçiliyə? Mən o işi görmüşəm ki, hər kəs öz yaşayışı üçün görər. Fikirləşdin ki, çünki indi Leylanın irsini verib, onu Allah amanına buraxacaq, daha onunla işi yoxdur. Deyirəm uşaqsan buna görədir də. Mənim məsələm Leylanın özüdür. Malı pulu yox. Mənə bax, mənim heç vaxt Leyladan xoşum gəlməyib. Mənim qədər də heç kəs sevinməyəcək onun şərrindən qurtulaq. Məncə səninlə Leylanın bir-birinizdə heç bir dəxliniz yoxdur. Hamid ilə Leyladan daha çox dəxl olmayan. Bir gün Leyla durub getdi yanlarına, dedi mən oğlunuza vurulmuşam. Sən qapılarına getdin elçiliyə. Mən də gedib dedim Leylaya vurulmuşam. Mənimlə onun fərqi nə idi? Mənimlə sənin fərqin nədir? Mənə bax, bu hadisələrdən hər kəsin həyatında baş verir. Bu hər şeyi xarab eləmək üçün səbəb deyil. Mənim üçün baş verməməli idi. Birinci dəfə idi ki, kimsə dalınca gedirdim. Birinci dəfə idi ki, birindən xoşum gəlirdi. Mən onlara heç pislik eləməmişdim. Bax, indi səndə Hacəliyə qarşı kim var? Arvadından da naraz. Sənin kimi. Hələ hər nə. Hər halda ayağını bu şirkətdən çəkməyin indi hamı üçün zərərdir. Bilirəm, bu günlər məsələ biraz dəyişib. Daha çox özünə baxırsan, yaxşı maşınlara minirsən. Ancaq məndən demək, bu məsələ özün üçün də zərərdir. Qalıb sən nəyi zərər biləsən? Neynəmək istəyirsən? Lazım olanı neyləyəcəyimi yaxşı bilirəm. Onda mənim işimin adı nədir? Səbrin olsun ay uşaq. Yox da gərə bilim. Tələsmə. Vaxtında biləcəksən.
Bizə yaxşısan? Sağ ol, yorulmayasan. Sağ ol. Belə daha yaxşıdır. Hə, afərin, çox yaxşıdır. Beləcə davam eləyirik. Yaxşı. Çox yaxşı. Əgər xarab oldu, məni Yaxşı, çağırıb xəbər elə. Mühəndisə deyirəm baxsın, tez olun. İşdə biraz geri qal. Mərşad, İşləyirik də. Bir dəqiqə dayan. Bəli, Əkbər Hacı əmi. dedi bu istehsal xətti bu gündən işləməyəcək. Bir şey olub? Yox, hələlik 2 xətlə işləyəcək. Niyə axı? Nə üçün? Axı niyəzi yoxdur. Hacı deyəndə işləməyəcək, yəni işləməyəcək. Yaxşı. Uşaqlar, dəzgahı söndürün. Baxın nə olub? Söndürün. Bax görüm, nə olub baxın, Uşaqlar, niyə belə dəzgahı elimlə? söndürün. Bax görüm, nə olub baxın, niyə belə dəzgahı söndürürlər? Mənə də belə dediniz. İşsiz qaldıq ya. Mənim də xəstə olmaz. Belə olmaz ki. Bəli. Yatmamısan bala. Bu balaca ne deyir gecenin bu vaxtına can oyaqdır? Yox, başım qarışır. Yox da, evə gələndə fikrin daha çox özündə olmalıdır, özündə, uşağında. Boş ver işi. Ata, Canımızı. bunu qurtarmışam, baxırsan? Nədir? İndi daha əminəm ki, Hamid səhv eləmirmiş. Ambardan oğurluq olur. Səhvidir, səhvidir. Mən əminəm səhv olmayı. Bunların hamısı qayıdır. Özüm bilirəm. Bilirsiniz? Çoxdanlı qızım. Yaxşı, bəs niyə qabağını almırsınız? Məhtəba görə. Bəzi vaxtlar ailənə görə məcbursan sümüyün boğazında qalmaqla, gözündəki tikana dözməyə. Axı ata, Leyla qızım, bu məsələ burada həmişəlik ikimizin arasında qalır Leyla. Qızım elə burada qurtarır. Qalsın vaxtına. Sən Hamidin necə yaşadığını bilmək istəyirdin. Yox. Hamid bəzi şeylərə göz yummağını bilirdi. Mən əminəm ki, Hamid də bilirdi. Ancaq mənə demədi. Niyə? Məhtaba görə. Bacısı. Ailə. Ailə. Gecən xeyrə bala. Hara Əlican? Bayra çıxıram bir dolanım qayıdım. Gecənin bu vaxtı. Bir şey olun. Yox. Keçib gedər. Hər şey keçib gedər. Hər şey.
Nigaran olma. Dedim ki tələsmə. Elə bu günlərdə deyərəm gedin sorağına. Elə bu işi görürəm. Özün bilirsən ki, gərək nə eləyəsən. Ancaq divarsan ya. Mən ancaq Leylanı istəyirəm. Bura kişi muhitidir. Heç də qadın yeri deyil. Sənə nə dəxli var? Deyir Hacı Leylanı Tofiqə söz verib. Sənə dedim ki, yolu bu deyil. Ata, biz nədən qaçırıq? Öldürmək istəyirsən? Siz əslində bura niyə gəlmisiniz? Mən utanmalıyam ki atam. Atam ki... Səsi Leyla, Leyla, Leyla. Həyatımız ancaq Leyladır bəyəm. Bu qədər mənimlə Hamidi incitməyin. Bütün bu bəyabırçılıqlar sənin başının altından çıxır. ای که عمری در هوایت نشستم زیر بارانها کجایی اگر مجنون اگر لیلا قریبم در بیابانها کجایی کجای این شب تاریک به روی ماه در بستی نمیگویی نمیدانم کجا ماندم کجا هستی من آتش بودم اما تو به خاکستر نشستی اگر شب هست و فردا نیست اگر راهی به رویا نیست چه آهوها که در چشمان لیلا نیست اگر گم کردن خود را مرا در گریه پیدا کن اگر از شکوه لب بستم سکوتم را تماشا کن کجایی ای که عمری در هوایت نشستم زیر بارانها